4 yaşlı uşaq qripdən həyatını itirib. Bu və digər maraqlı xəbərləri izləmək üçün sona qədər bizə baxın. Saf televiziyasında tibb xəbərlərinin vaxtıdır, studiyada Günel İbadovadır. Cinsi istək yaşla azalırmı? Bu sual bir çox kişiləri narahat edir. Alimlər isə araşdırma aparıb və məlum olub ki, nəyin məlum olduğunu bilmək istəyirsinizsə, süjetə sona qədər baxın. Əvvəlcədən deyim ki, xəbərlər xoşdur. Cinsi istək yaşla azalırmı? Yeni elmi araşdırma kişilərin cinsi istəyi ilə bağlı mövcud olan təsəvvürləri alt-üst edib. Estoniyanın Tartu Universitetinin alimləri müəyyən edib ki, kişilərdə libido gənclik dövründə deyil, əsasən orta yaşa qədər artmağa davam eləyir və pik nöqtəsinə təxminən 40 yaşda çatır. Tədqiqatın nəticələri Scientific Reports jurnalında dərc olunub. Araşdırma çərçivəsində 20-84 yaş aralığında olan 67 mindən çox insanın məlumatları təhlil edilib. Alimlərin fikrincə sosial, psixoloji və şəxsi münasibətlər kimi faktorlar libidoya azı hormonlar qədər təsir göstərir. Tədqiqatın həm müəllifi professor Toivo Avik bildirib ki, istək insanın münasibətlərindən, həyat məmnunluğundan və sosial mühitindən güclü şəkildə asılıdır. Maraqlıdır ki, bəzi peşə sahiblərində libido daha yüksək qeydə alınıb. Araşdırmada qadınlarla bağlı nəticələr isə fərqli olub. Qadınlarda cinsi istək əsasən 20-30 yaşlarında zirvəyə çatır və 50 yaşdan sonra azalır. Mütəxəssislər bildirib ki, cinsi istək hər iki cins üçün fərdi xüsusiyyətlərdən asılıdır. Necə olur ki, şaxtada gözlərimiz donmur? Ümumiyyətlə, gözün soyuğa bu qədər müqaviməti və dayanıqlığı nədən irəli gəlir? Bunu bilmək istəyirsinizsə, izləyin. Gözlər soyuğu necə hiss eləmir? Qış aylarında soyuqdan əllər, burun, qulaqlar və üz dərisi tez üşüyür. Lakin gözlər hətta sərt şaxtada belə donmur və normal fəaliyyətini davam etdirir. Halbuki onlar daim nəmlidir və birbaşa soyuq hava ilə təmasda olur. Mütəxəssislər bunun bir neçə fizioloji səbəbinin olduğunu bildirib. Göz alması orqanizmin daxili istiliyi hesabına daim qızdırılır. O, yaxşı qan dövranına malikdir və qan axını gözün temperaturu stabil saxlayır. Bundan əlavə gözlər kəllə sümüklərində yerləşən orbitlərdə olduğu üçün külək və soyuqdan qismən qorunur. Göz səthi nazik göz yaşı pərdəsi ilə örtülüb. Bu pərdə yalnız nəmləndirmə funksiyasını daşımır, eyni zamanda buynuz qişanı soyuqdan qoruyur. Şaxtalı havada kirpiklərdə donan yaşlar gözün özünə deyil, artıq səthi tərk etmiş mayeyə aiddir. Daimi göz qırpma refleksi də mühüm rol oynayır. Bu proses göz yaşı pərdəsini yeniləyir və soyumanın qarşısını alır. Buynuz qişa dəridən fərqli olaraq soyuğu üşümə kimi qəbul eləmir. Buna görə də gözlər donmur, lakin külək və şaxta şəraitində quruluq və narahatlıq yarana bilər. Alimlər virusu hüceyrələrdən silməyi bacardılar. Bəli. Necə ki, DNK-dan bir hərf dəyişməklə tamamilə ağır və sağalmaz nadir xəstəlikdən qurtula bilirdik. İndi də virusu tamamilə hüceyrələrimizdən təmizləyə bilirik. Bu yenilik isə ilk dəfə təbii olaraq biz sizə çatdırırıq, STV olaraq. Təhlükəli virusu hüceyrədən silən texnologiya. Rusiyada alimlər təhlükəli virus xəstəliyinin müalicəsində dünya üzrə ilk dəfə yeni yanaşma tapıb. Sechenov Universitetinin mütəxəssisləri hepatit B virusu ilə mübarizə üçün CRISPR texnologiyasına əsaslanan unikal sistemi yaradıb. Bu barədə Gazeta Roya Universitetin mətbuat xidməti məlumat verib. Xroniki hepatit B bugünə qədər tam müalicəsi mümkün olmayan infeksiyalardan sayılır. Mövcud dərmanlar virusun çoxalmasını yalnız müvəqqəti dayandırır, lakin onu qaraciyər hüceyrələrindən tam silə bilmir. Nəticədə xəstələr illərlə, bəzən ömür boyu terapiya almağa məcbur qalır. Alimlər problemi kökündən həll etməyi təklif edib. Yeni yanaşma virusu bloklamaq deyil, onun genetik materialını hüceyrədən fiziki olaraq çıxarmağa yönəlib. Bunun üçün DNT-ni dəqiq nöqtələrdən kəsə bilən CRISPR-Cas sistemi istifadə olunur. Əsas yenilik isə bu mexanizmin virus olmayan, bioparçalanan nano hissəciklər vasitəsilə birbaşa yoluxmuş qaraciyər hüceyrələrinə çatdırılmasıdır. Tədqiqatın rəhbəri Dmitri Kostyushov bildirib ki, texnologiya artıq laboratoriya səviyyəsində effektiv və təhlükəsiz olduğunu sübut edib. Çoxunuz yoğurtu yeyəndə suyunu süzürsünüz, hətta xarab olduğunu düşünürsünüz, heç onu da yemirsiniz. Amma mütəxəssislər açıqlayır ki, yoğurtun həmin suyu ən faydalı olandır. İnanmırsınız? Baxın.
Zibilə atılan faydalı məhsul. Bir çox insan yoğurt qabında yaranan mayeni görən kimi məhsulu yararsız hesab edərək zibilə atır. Lakin Britaniyalı ümumi praktik həkim Amirhan bu vərdişin səhv olduğunu bildirib. Onun sözlərini Surrey Life nəşri yayımlayıb. Həkim qeyd edib ki, yoğurtdan ayrılan bu şəffaf maye təhlükəli deyil, əksinə sağlamlıq üçün olduqca faydalıdır. Mütəxəssis izah edib ki, bu maye zərdabdır və yoğurtun ən dəyərli maddələrinin böyük hissəsini özündə cəmləyir. Zərdabın tərkibində zülal, kalsium, kalium və B qrup vitaminləri mövcuddur. Bu maddələr isə xüsusilə bağırsaq sağlamlığı üçün mühüm rol oynayır. Amirhan insanlara bu mayeni nə kanalizasiyaya tökməyi, nə də yoğurtu atmağı tövsiyə edib. Onun fikrincə, yoğurtu sadəcə qarışdıraraq istehlak etmək kifayətdir. 4 yaşlı qız qripdən həyatını itirdi. Valideynlər təbii ki, üsyan eləyir. Necə olur ki, adi bir qripdən uşaq həyatını itirir? Amerikada baş verən bu hadisənin detallarını indi izləyəcəksiniz. 4 yaşlı qız qripdən ölüb. Amerika Birləşmiş Ştatında tüğyan edən ağır qrip mövsümü növbəti ailə fəciəsinə səbəb olub. Utah ştatında yaşayan 4 yaşlı Ellie Rudd qrip və adenovirus infeksiyasının yaratdığı ağırlaşmalar nəticəsində dünyasını dəyişib. Tamamilə sağlam olduğu bildirilən balaca qızın ölümü ölkədə uşaqlar arasında artan ölüm halları və peyvəndləmənin əhəmiyyəti barədə müzakirələri yenidən gündəmə gətirib. Anasının sözlərinə görə Ellie'nin heç bir xroniki xəstəliyi olmayıb. Yeni il günü simptomları başlayan uşağın vəziyyəti qısa müddətdə kəskinləşib. Xəstəxanada ona qrip və krup diaqnozu qoyulsa da vəziyyət sürətlə pnevmoniya və sepsisə çevrilib. Daxili qanaxma və insult keçirən balaca qız xəstəxanada vəfat edib. Amerika Birləşmiş Ştatları Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin son hesabatına görə cari mövsümdə uşaqlar arasında xəstəxanaya yerləşdirmə halları son 15 ilin ən yüksək səviyyəsinə çatıb. Bu mövsüm azı 32 uşaq qripdən dünyasını dəyişib. Vəfat edən uşaqların 90%-i tam peyvənd olunmayanlardır. Bugün olan səhiyyə xəbərlərimiz bu qədər. Dünyada və ölkədə baş verən ən vacib tibb xəbərlərini bizdən izləyin. Unutmayın, bilmək hər zaman bir addım öndə olmaq deməkdir. Özünüzü və doğmalarınızı qoruyun. Sağ olun, salamat qalın.